Gülüstan vilayəti Qızılbaş türkləri. Günümüzdə İranın Gülüstan vilayətində Qızılbaş türkləri əsasən 3 rayonda yaşayırlar: Ramiyan, Azadşəhər və Minudəşt. Bununla yanaşı Əliyabad rayonunun bəzi bölgələrində də Qızılbaş icmalarına rast gəlinir. Onların mərkəzi və ən sıx yaşadıkları şəhər isə təxminən 12 min nəfərlik əhalisi ilə Ramiyan şəhəridir. Çopan ağız vermilərə yayağı çarıqladı. 2006-cı il sayımına əsasən, Qızılbaşların sayı Gülüstan vilayətinin ümumi əhalisinin təxminən %7-sini təşkil edir. Bu da 130 min nəfərə yaxın bir əhali deməkdir. 7 türk mənşəli tayfa, yəni Afşar, Ustadlı, Şamlı, Rumlu, Təkəlu, Zülqədər, Qacar, Səfəvilər dövründə Qızılbaş adı altında birləşərək Səfəvi dövlətinin təməlini qoydular. Qırmızı papaqları və dərin şiə inancları ilə tanınan Qızılbaşlar yalnız əsgər deyildilər. Onlar Səfəvi dövlətinin dayaqları və sütunları idilər. 16-cı əsrdə Səfəvilər dövründə Qızılbaşlarının bir qismi dövlətin sərhədlərini qorumaq məqsədi ilə Azərbaycanın Qarabağ, Qaradağ, Muğan, Naxçıvan, Gəncə, Şirvan, Ərdəbil və Xalxal bölgələrindən, eləcə də Doğu Anadoludan köçürülərək Əstarabada, yəni bugünkü Gülüstan bölgəsinə yerləşdirildi. Onların dili türk dilinin Oğuz qoluna, Azərbaycan türkçəsinin alt qrupuna aiddir. Qızılbaşlar öz ağız xüsusiyyətlərini və zəngin folklor ənənələrini bu günə qədər qoruyub saxlamış, dastan və mahnılar vasitəsilə nəsildən nəsilə ötürmüşlər. Hələ də Əsli və Kərəm, Sarı Gəlin kimi hekayə və nəğmələr bu torpaqlarda səslənir. Bu bölgə öz təbii gözəllikləri və sakit təbiəti ilə seçilir. Burada dağlar, meşələr və çaylar bir-birini tamamlayır. Hər fəsil bu torpaqlara ayrı bir rəng bəxş edir. Təbiət və mədəniyyətin qovuşduğu bu yurt Qızılbaşların yurdudur. Qızılbaş türklərinə səslənirəm. Uzaqda olsanız da könlümüzdə yeriniz var.